Daşkəsində çağırışa gedən təcili yardım həkimi bıçaqlanıb. Ayar xəbər Oxu Aza istinadən xəbər verir ki, Azərbaycanda təcili tibbi yardım sistemində narahat edici bir hadisə baş verib. Gecə saatlarında Daşkəsən rayonunun Xoşbulaq kəndində baş verən hadisə ictimaiyyətə böyük narahatlıq doğurub. Məlumata görə çağırış əsasında xəstəyə tibbi yardım göstərmək üçün hadisə yerinə yollanan Daşkəsən rayon təcili təxirə salınmaz tibbi yardım stansiyasının əməkdaşı 1991-ci il təvəllüdlü həkim Abbası gözlənilməz şəkildə hücuma məruz qalıb. İlkin məlumatlara əsasən həkimə yardım üçün müraciət edilən evdə olan şəxslərdən biri ona bıçaqla xəsarət yetirib. Həkim barmaq nahiyəsindən yaralanıb. Dərhal ona ilkin tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Əliyev olduğu qeyd olunur. O eyni zamanda Vətən müharibəsinin iştirakçısı kimi tanınır. Hadisənin hansı səbəbdən baş verdiyi və təcili yardım həkiminə qarşı nə üçün belə zorakılıq törədildiyi isə hazırda araşdırılır. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Hüquq mühafizə orqanları tərəfindən fakt üzrə araşdırma başlanılıb. Tədqiqat nəticəsində hadisənin motivi və digər təfərrüatlarının aydınlaşdırılması gözlənilir. Təcili tibbi yardım əməkdaşlarının hər gün insan həyatını xilas etmək üçün çətin şəraitdə çalışdığı bir vaxtda bu cür hücumlar həm səhiyyə işçiləri üçün, həm də cəmiyyət üçün ciddi təhlükə və narahatlıq doğurur. Bu hadisə bir daha göstərir ki, səhiyyə işçilərinin təhlükəsizliyinin təmin olunması prioritet məsələ kimi diqqət mərkəzində saxlanılmalıdır. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.